Hər vaxtınız xeyir. Bugün kərə yağını necə düzgün şəkildə əritmək lazımdır ki, rəngi bu şəkildə olsun. Görürsüz necə gözəl sarı rəngdədir, təmiz, şəffaf. İndi isə hazırlama qaydasını sizə göstərirəm. Mən hardasa kilo yarım kərə yağı əridəcəm. Artıq ocağın altını yandırmışam. Orta xoddadır və yağı qazana yerləşdirirəm hamısını və yağı orta xodda mən qaynadacağam. Əvvəlcə yavaş-yavaş əriyəcəkdir. Əridikdən sonra isə gözləyəcəm qaynamağını. Burada görürsüz, artıq yavaş-yavaş əriyir. Yenə dediyim kimi ocağın altı orta xodda olmalıdır. Görürsüz, bu şəkildə artıq əriyibdir. İndi isə gördüyünüz kimi çox yavaş şəkildə qaynayır. O vaxta qədər qaynadıram ki, arada baxıram ki, yağın rəngi şəffaflaşıb və həm divinə, həm də üzərinə kəf yığılıbdır. Üzərinə yığılan kəfi bildiyimiz kimi ziyansız bir şeydir. Yəni onu yığıb bulkalarda, piroqlarda və şirin çörəklərdə istifadə etmək olar. Necə ki, divinə yığıldığı qazmaq kimi və üzərində yığıram. Gördüyünüz kimi artıq yağ şəffaflaşıb, orta xodda qaynayır yavaş bir şəkildə. Gördüyünüz kimi yığıb üzərini mən bu qaba qoyuram və soyuducuda saxlayıram. Lazım gələndə də istifadə edəcəm. Yağı mütləq bu şəkildə qaynadın. Çox da asan bir şəkildə, elə bir çətin bir resept deyil. Yəni əvvəlkindən fərqli olaraq yağı sürətli ocaqda yox, aşağı xodda, yüksək xodda deyil, aşağı xodda qoyub qaynatmaq lazımdır. Mən hardasa 2 saata yaxın qaynatdım bu yağı. Yəni yavaş bir şəkildə hövsələ ilə qaynatmaq lazımdır. Yenə də göstərirəm, yağı görürsünüz ki, şəffaf alınıbdır. Onu belə qaynadanda həm də yağın tamı bambaşqa olur. Mağazadan alınmış ərinmə yağı kimi çox gözəl olur. Amma sürətli xodda qaynatdıqda onda yağın rəngi qırmızıya çalır, yanmış kimi dadır. İzlədiyinizə görə təşəkkür edirəm.